Bildiyiniz kimi Allah Subhanahu Taala Qurani Kərimi bir çox hikmətlərlə göndərmişdi. Həmin o hikmətlərdən də biri Qurani Kərimdə olan qissələrin bizlər üçün ibrət olmasıdır və həmçində Peyğəmbər sallallahu aleyhi və səlləmin qəlbinin təskinləşməsi üçündür. Və möminlərin üzərinə düşən odur ki, həmin o qissələrdən ibrət alsınlar, Peyğəmbərlərin başına gələn və Peyğəmbərlərin yolun gedən insanların başına gələn hadisələri öz başlarına gəlmiş kimi hesab eləsinlər və bilsinlər ki, bu yol qiyamətə qədər bu şəkildə davam edəcək. Bütün Peyğəmbərin başlarına eyni hadisələr gəlmişdir. Eyni hadisələr o yöndən ki, işin mahiyyəti eynidir, sadəcə forması bəzən fərqli olub. Hamısı imtahanlarla, çətinliklərlə, əziyyətlərlə rastlaşıblar. Və həmçinin də insanların tutduğu mövqey bu qissələrdə öz yerini göstərir ki, kim doğru düzgün mövqey alıbsa, sonunda uğurla, qələbi ilə, xeyir-bərəkətlə nəticələnib və kimlər ki, zülm, tuğyan yolunu tutublarsa, inatkarlıq və küfür yolunu tutublarsa, Peyğəmbərlərə qarşı düşmənçilik yolunu tutublarsa, geci tezi nə qədər güc sahibi olsalar belə, sonu xüzlanla nəticələnib, sonu xüzlan olub. Həmin o Qurani Kərimdə keçən maraqlı hadisələrdən və qissələrdən də biri Səba qövmünün hadisəsidir ki, bu barədə kiçik bir məqaləni nəzərinizə çatdırmaq istəyirəm. Belə ki, Yəmən torpağında Səba adlı bir kişi yaşayırdı. Deyilənlərə görə o həmin ərazinin rəhbəri idi. Səba adlı bir kişi Yəmən ərazisində bir neçə qəbiliyə rəhbərlik eləyən bir ağsaqqal olub. Həmin o insanların rəhbəri olub. Və orada insanlar çox salih bir şəkildə yaşayırdılar, düzgün yolda idilər və Allahın nemətlərinə şükür edirlər. O dövrdə sular iki böyük dağın arası ilə axırdı. Orada iki dənə böyük dağ var idi, onların arası ilə çay axırdı. Ona nə deyirlər? Vadi. Çay, məsələn, Kür kimi, Araz kimi olan çaylara çay deyirlər. Dağların arası ilə axan sulara isə sel, yağış, qardan əriyən sular, gəlib gedən sulara isə vadi deyilir. Dağların arası ilə. Orada iki dənə böyük dağ olur, onun arası ilə həmin o vadi axır. Və bu barədə gəlib ki, Səba həmin o iki dağın arasında bir bənd tikdirməyi əmr etdi. Bənd tikildikdən sonra su dağın yuxarı hissəsinə qədər yığılırdı. Bu bənd Mərid bəndi adlanır. Yəni Səddil Mərid adlandırılırdı. Onlar bəndin hər iki tərəfində və onun ətrafında bağlar və meyvə ağacları salırlar. Yəni o dağın qarşısını bənd tikib qaldırdılar ta ki dağın başına qədər. Və sonra gələn su orada yığıldı, qalxdı və orada böyük bir gölə çevrildi ki, insanlar da o göldən, sudan götürsünlər, onlar dağların üstündə yaşayırlar. Orada öz ərazilərin, bağların, bostanların sulasınlar. Və yeri gəlmişkən deyim ki, Qəbələ şəhərində həmin o Nohur gölü, hansı ki, bu günləri Qəbələyə gedən bütün turistlər həmin o Nohur gölü ziyarət eləyirlər. Orada çox gözəl istirahət eləyirlər. Həmin o Nohur gölü özü də orada görmüşsünüz, dağların arasından gələn bir sudur, vadidir. O vaxt keçmiş zamanda Qəbələ cəmaatı yığışıblar, həmin o bənd qoyublar, o çayın qabağını kəsiblər və eləcə həmin o Nohur gölü əmələ gəlib. Sonra daşan su isə axır gedir. Qalan isə nədir? Onlar üçün böyük bir su resursuna çevrilmişdir. Bu günə qədər də istifadə olunur. Və keçmişdə, belə deyək də, şərait elə olub ki, kanallar, su kanalları yox idi, başqa müasir suvarma sistemləri yox idi. Ancaq bu metoddan istifadə eləyirdilər, bəzən məcburiyyətdən. Həmin orada da Səba qövmü də belə bir iş görürlər. Bənd atırlar iki dağın arasına və orada su yığılır və orada əkdikləri bağları, bostanları suvarırlar. Səddil Mərid deyilir həmin ona tarixdə. Beləliklə onların bağları və əkin sahələri cənnətlərə bənzəyir. Yəni o qədər orada sıx ağaclar, meyvə tərəvəzlər var idi ki, cənnətlərə bənzəyir. Yeri gəlmişkən ki, cənnət də ərəb dilində sıx bağlara deyilir. Cənnət sözü oradan götürülüb. Onlar rahat və firavan həyat sürürdülər. Hətta qadın başının üzərində səbətlə bağa girirdi və bağın o tərəfindən çıxırdı, dəyib tökülmüş meyvələrlə səbətdə olurdu. Görün bağda nə qədər bolluq olub. Yəni meyvə dərmirdi. Sadəcə başında səbət girirdi bağın bu başından, o başından çıxırdı, dəymiş tökülən meyvələrlə səbət də olurdu. Bu da Allahın onlara verdiyi bir bolluq və bərəkət idi. Onların ölkəsində havanın təmizliyi və həyat şəraitinin gözəlliyi və
Allahın onlara verdiyi o münbit şərait səbəbilə birə və insan sağlamlığına zərər verə bilən həşəratlar da yox idi. Tarixçilər deyirlər ki, orada elə bir münbit şərait və bəzi rəvayətlərdə gəlib ki, orada həşəratlar, cücülər falan bu ki, biz yanlış şeylər yox idi. Və deyirlər ki, hətta vəhşi heyvanlar belə yox idi. Hətta vəhşi heyvanlar. Yəni Allah Taala onlara o təbiətdə çox əminaman bir həyat bəxş etmişdi. Onların ölkəsində havanın təmizliyi və həyat şəraitinin gözəlliyi səbəbilə onlar orada heç bir əziyyət çəkmədən yaşayırlar. Bu barədə də Uca Allah Subhanahu Taala Quran-ı Kərimdə buyurur ki, həqiqətən də Səba üçün öz məskənlərində bir ibrət vardı. Sağda və solda 2 dağ, Rəbbinizin ruzisindən yeyin, yəni onlara deyildi ki, Rəbbinizin ruzisindən yeyin və ona şükür edin. Gözəl bir diyar və bağışlayan bir Rəbb. Səba surəsi 15-ci ayə. Yəni o 2 dağın ətrafında salınan bağlar, bağçalar, orada olan çay, həmin o sədd səbəbi ilə əmələ gəlmiş su hövzəsi və orada olan bol nemətlər. Rəbbinizin bol nemətləri bir də bağışlayan Rəbbi. Sizə nə lazımdır başqa? Allah insana nə lazımdırsa verib, artıqlaması ilə bu tərəfdən də bağışlayan Rəbbimiz var ki, o da sizi axirətimizi də bundan da daha gözəl edəcəkdir. Lakin onlar Allahdan qeyrisinə ibadət etdikdə və Allahın nemətlərdən nankorluq etdikdə həmin böyük nemətlər əllərindən alındı. Ölkələri dağıldı, insanlar isə müxtəlif yerlərə səpələndilər. Yəni, bir müddət keçəndən sonra şirk başladı yayılmağa. Bilirsiniz, şirk zülümdür. Zülümdə əminamanlığın getməsinə səbəb olan bir şeydir. Ona görə əminamanlığın ən böyük təminatı tohid və şirk və zülm isə əminamanlığın getməsinə bir səbəbdir. Ona görə əgər biz də ölkəmizdə, xalqımızda sülhün, əminamanlığın davamiyyətli olmağını istəyiriksə, tohiddən sarılmalı, bunu öyrənməli və xalqımıza, insanlara öyrətməliyik ki, Allah Teala bizlərə daima əminaman bir diyar bəxş eləsin. Həm bu dünyada, həmçində insan axirətdə əminaman yaşaması, sülh, uğur, bolluq, nemət içində yaşaması onun əqidəsində tohid olmasına bağlıdır. Tohid də nədir? Tək olan Allaha ibadət edib, ibadətlərində ona heç bir şey şərik qoşmamaq. Amma o xalqın içində ki, artıq şirk başladı yayılmağa, şeytan da dicləyənmir axı. Şeytan da istəyir orada nəsə eləsin, insanlar çətin vəziyyətə düşsünlər, bu dünyalarda axirətdə zay olsun. Və onlar şirk eləməyə başlayırlar. Ta ki, o xalq hamısı müşrikə çevrilənə qədər. Artıq nədir? Bundan sonra da nemət getməlidir. Çünki nemətin haqqı şükürlü olur. Şükrün də ən birinci odur ki, insan etiqad eləməlidir, onu verən Allahdır. Dili ilə iqrar eləməlidir, onu verən Allahdır. Və əməlləri ilə də onu Allah yolunda sərf eləməlidir və əməlləri ilə ifadə eləməlidir ki, o nemətlərin sahibi Allah Subhanahu və Teala'dır. Lakin onlar üz döndərdilər. Biz də onların üzərinə ərəm selini göndərdik. Səba surəsi 16-cı ayə. Demək, nəticə nə oldu? Allah Teala onlara ərəm seli göndərdi. O sel ki, gəldi, o bağları, bostanları dağıtdı, apardı. Allah bəndin əsasına, yəni bəndin bünövrəsinə siçanlar göndərdi. Onlar bəndi gəmirib dağıtmağa başladılar. Bəzi rivayətlərdə isə gəlir ki, bunun siçan bənzərində başqa gəmirici heyvanlar olmasıdır. Baxın, beton daşlardan olan, daha doğrusu daşlardan olan ağır bir bəndi nə ilə dağıdır? Allah Teala siçanlar göndərir, o siçanlar onu gəmirib dağıdırlar. Və gəlib ki, Səba əhli bunu gördükdə həmin yerlərdə pişiklər yerləşdirirlər. Yəni, həmin şəhərdə pişiklər gətirib çoxaltdılar ki, o pişiklər siçanları, o gəmiriciləri yesinlər ki, onlar da o bəndi dağıdmasın. Lakin Allahın tədbirinin qarşısını heç kəs ala bilməz. Allahın təqdir elədiyi bir şeyi, bəla olaraq göndərdiyi bir şeyin qarşısını Allahdan başqa heç kəs ala bilməz. Ona görə bəla gələndə nə etmək lazımdır? Bəlanı nə ilə qaytarmaq olar? Tövbə istiğfarla. Niyə görə? Əhsən. Əhsən. Birinə sən düz cavab verin, birinə qardaş. Demək, bəlalar gələndə tövbə istiğfar eləmək lazımdır. Niyə görə? Çünki o bəla günaha görə gəlir. Bəla günaha görə gəlir. Günah getdisə, artıq nədir? Bəla da gedəcək. Günah gəldisə, bəla da ləbuddur. Siçanlar bəndin təməlini gəmirib zəiflətdikcə bənd dağıldı və uçdu. Su öz məcrasına yayıldı, kanallar və çaylar dağıldı, meyvələr məhv oldu, əkinlər və ağaclar tələf edildi. Bundan sonra onların əvvəlki gözəl meyvə və ağaclarının yerini pis və keyfiyyətsiz ağaclar aldı. Yəni faydasız ağaclar, bitkilər.
Allah Subhanahu Teala Kur'an-ı Kerim'de Səba suresi 19. ayette buyurur ki, biz onları dillerde dolaşan bir efsaneye çevirdik ve onları tamamıyla parçalayıp müxtəlif yerlərə səpələdik. Yəni bu da Allahın başqa bir cəzası gəldi ola ki, onlar yurdlarından didərgin oldular. Paramparça olub, ayrılıb səpələnib hərəsi bir diyara köç aldı. Onların malları məhv oldu, ölkələri dağıldıktan sonra həmin ərazidən köçmək məcburiyyətində qaldılar. Beləliklə müxtəlif ölkələrə səpələndilər. Artıq nədir? Yurdlarından didərgin düşdülər. Hətta Allah Teala onları nəinki yurdların xarabalığa çevirib bərəkəti ruzunu onlardan qaldırdı. Hətta onları yurdlarından didərgin elədi. Bu da həqiqətən ağır bir imtihandır. Onlardan bir qrup Hicaza, yəni indiki Ərəbistan yarımadasına, daha sonra orada 3 Yahudi qəbiləsi Bəni Qaynuna, Bəni Qureyzə və Bəni Nadir onların yanına yerləşdi. Və onlar Əvs və Xəcrəz qəbilələri ilə müttəfiq oldular. Onlardan başqa bir qrup isə Şama getdi. Sonralar həmin qrup xristianlığı qəbul etdi. Bəziləri orada yaşadı, bəziləri isə neynədilər? Şama getdilər. Şamda da orada hətta xristianlığı qəbul edilər. Beləliklə əvvəllər birlikdə və firavan həyat sürən Səba xalqı müxtəlif ölkələrə səpələndi və bir-birindən ayrı. Qohum qardaş bir-birindən ayrı düşdü, didərgin düşdülər və nədir? Allahın onlara verdiyi ülfət, bərəkət ortadan qalxdı. Bu Allahın qulların haqqında olan dəyişməz bir sünnətidir. Yəni sünnə qovniyyə, Allahın dəyişilməz çoğunda qoyduğu qanun. İstər cəmiyyətlərə, istərsə də ayrı-ayrı insanlara aid olsun, kim Allahın nemətlərinə şükür edər, həmin nemətlərin haqqını yerinə yetirər, Allah yolunda xərcləyər, israf etməz, təkəbbür göstərməz və xəsislik etməzsə, Allah onun nemətlərini daha da artırar. Bunun dəlili isə Quran-ı Kərimdə Uca Allah Teala'nın bu sözləridir ki, əgər şükür etsəniz, əlbəttə sizə olan nemətimi artıraram. İbrahim surəsi 7-ci ayə. Kim isə Allahın nemətlərini inkar edər, ona şükür etməz, həmin nemətlərin haqqını ödəməzsə, Allah o nemətləri ondan alar və onların yerinə dağıntı və xarabalıq gətirər. Bunun dəlili isə Uca Allah Subhanahu Taala'nın Quran-ı Kərimdə olan İbrahim surəsində 28-ci ayəsidir ki, Allahın nemətini küfrlə dəyişdirənləri və öz qövmlərini həlak yurduna gətirənləri görmədinmi? Yəni Allah Teala deyir ki, yəni o xalqları, o millətləri görmədinmi ki, onlar Allahın nemətini küfrlə dəyişdilər, yəni ona şükür eləməkdən nankörlük elədilər. Allah Subhanahu Taala da onları həlak etdi. Yəni onları görmədinmi nə deməkdir? Yəni onlardan ibrət almayacaqsanızmı? Quran-ı Kərimdə Allah Teala Yahudilərin başına gələn hadisəni, o zaman ki Yahudilər öz evlərin, yurtların əlləri ilə söküb daşıdılar. Peyğəmbər sallallahu əleyhi və səlləm xəyanət etdiklərindən dolayı ki Allah Teala onları Peyğəmbər sallallahu əleyhi və səlləmin səfərbərlik edib, onların üzərində döyüş hazır vəziyyətinə gətirdi, onlara vaxt qoydu ki, buranı tərk edin, yoxsa sizinlə döyüşəcək. Onlar öz yurtlarının əlləri ilə söküb daşıyırdılar. Bu da ən böyük rəzalətdir. Allah Subhanahu Taala deyir ki, "Yuxribuna buyutahum bi eydihim və eydil mu'minin." Onlar öz evlərini dağıdırdılar, öz əlləri ilə və möminlərin əlləri ilə. Öz əllərlə. Və deyir ki, siz hesab eləyə bilməzdiniz ki, bunlar buradan bu şəkildə çıxıb gedərlər. Sonra ayətin sonunda Allah Taala bu hadisəni deyəndən sonra nə deyir? Deyir ki, "Fa'tabiru ya ulil absar." Ey bəsirət sahibləri, bundan ibrət alın. Alimlər deyirlər ki, qiyasa ən birinci dəlil üsul alimləri. Quran-ı Kərimdə bu ayədir. Allah Teala orada qiyas eləməyi əmr edir. Deyir, halınızı qiyas eləyin ey müsəlmanlar, Yahudilərin halı ilə. Siz də onlar kimi Allah'a verdiyiniz əhdi pozarsınızsa, xəyanət edərsinizsə, tövhidin yerindən şirkə sarılarsınızsa, o zaman Allah Subhanahu Taala sizi nə edir? Bu şəkildə rəzil eləyər. Öz əllərinizlə öz evlərini daşıyarsınız. Öz əllərinizlə öz-özü söküb gedərsiniz. Baxın, Allah Teala erməniləri görün neylədir? Onlar ən böyük rüsvayçılıqla dünyada qarşılanır ki, öz gigiyenik əşyalarını belə söküb maşına qoyub aparırdılar. Onlar həm zəifliyin, həm zalimliyin, həm gücsüzlüyün və həmçinin də kasıbçılığın göstərirdi ki, onlar o şəkildə çıxdılar. Çünki niyə görə? Zülm eləmişlər və Allah Subhanahu Taala gec-tez zülmlərinin cəzasını verdi. Uca Allahdan istəyirəm ki, bizlərə, ölkəmizə, xalqımıza və bütün müsəlmanlara sülh, əmin-amanlıq, daima bolluq, xeyir, bərəkət versin və bizləri təvhidlə, Peyğəmbər sallallahu əleyhi və səlləmin sünnəsi ilə ucaltsın və izzətləndirsin.
Allah Teala bizləri haqqı haqq olaraq göstərib, haqqa tabi etsin və batili batil olaraq göstərib, batildən uzaq tutsun. Allah Teala yer üzündə nə qədər əziyyət çəkən müsəlman qardaş bacılarımız varsa tezliklə onlara farac versin. Və həmçinin Allah Teala ələxüsusda Filistində, Qazzada əziyyət çəkən müsəlman qardaş bacılarımıza kömək olsun və Allah Teala siyonistlərin tezliklə bəlasını verib onlardan günahsız uşaqların və qadınların, qocaların intiqamını alsın. Ən doğrusunu bilən Allahdır. Hər şeyə qadir olan Allahdır. Və əxiru dəvanə enilhamdülillahi rabbil aləmin. Və salatu və selamu alə əşrəfil ənbiyə vəl mürsəlin. Subhanə rabbikə rabbil izzəti amma yasifun. Və selamun aləl mürsəlin. Vəlhamdülillahi rabbil aləmin.